Təcili xəbər, hamı diqqətli olsun. Bu məlumatı hər kəsə yayın. Polis artıq özünü axırıncı yola qoyub. Camaata tələ qurur. Necə? Birinci tələ. Mülki formada metronun çıxışlarında, avtobus dayanacaqlarında dayanıb siqaret çəkən vətəndaşları güdürlər. Sonra da yaxınlaşıb tatak cəriməni şəppildəyirlər. Aydındır? Bu birinci tələ. Aldanmayın. Diqqətli olun. İkinci tələ isə daha təhlükəlidir. Sosial şəbəkələr vasitəsilə polislər tiktokerlərə, o sosial şəbəkə istifadəçilərinə tələ qurur. Necə? Sizə profilinizə bir xanım yazır ki, kasıb xanımam, tək xanımam, balaca övladım var. Zəhmət olmasa övladıma bir pampers alın, kömək olun, gətirin bizim evimizə. Mən də xəcaləti çəkərəm. Bildinizsə nə demək istəyirəm. Bax, belə sizə mesaj yazır. Siz də aldanırsınız. Deyirsiniz ki, yəqin ehtiyacı olan bir xanımdır. Övladına, uşağına bir pampers alım, aparım evlərinə. Pampersi alıb aparırsınız evə, ünvana və sizi yolda şatak mülki geyimli polislər başınıza torbanı keçirib aparırlar polis bölməsinə. Və deyirlər ki, siz xanıma problem yaratmışsınız. Siz xanımı gedib zorlamaq istəyirdiniz. Bir də görürsünüz ki, polis bölməsinə xanım girir, deyir ki, bəli, bu adam məni istəyirdi zorlasın. Bu adam bizim evimizə girib mənim övladımla nəsə eləmək istəyirdi. Tələdir. Və sizi polis bölməsində rahatlayıb, rüşvət alıb buraxırlar. Odur ki, diqqətli olun. Sosial şəbəkələrdə tələ qururlar. Saxta profillərlə. Aldanmayın. O saxta qızlara aldanmayın. Şirin vədlərə aldanmayın. Evdə oturun, 31 çəkin, amma polisin tələsinə düşməyin. Aydındır? Bu qədər. Qoruyun. Çox uğraş zamanədə yaşayırıq.